İran müharibə meydanına çevriləcək. Bu ölkənin Xarici İşlər Naziri Abbas Əraqçı Türkiyəyə səfər gözlənilir. Çünki ABŞ İranın olduğu regiona əlavə qüvvələr göndərir. NATO'nun ərazidəki ən güclü üzvü isə Türkiyədir. Ankaranın Qəzza və digər yaxın şərq məsələlərində müsəlmanların tərəfini tutması İslam Respublikasının təsəlli yeridir. Əraqçının gecə 11-ə qalmış Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla telefon danışığı da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Hər halda Azərbaycan ərazisi və hava məkanı İrana qarşı hücumlarda istifadə olunmayacaq. Rəsmi Bakının mövqeyi belədir. İsrailin Xin rəhbəri Gideon Sarın son Bakı səfəri Azərbaycanın bu mövqeyini dəyişməyib. ABŞ-nin vitse-prezidenti J.D. Vance'in də gözlənilən Bakı səfəri buna təsir etməyəcək. Çünki Azərbaycan müharibə meydanına çevrilmək istəmir. Dünya qədər nüfuzumuz olsa da əl boyda ölkəyik və Tehran sionist məntəqələrini hədəf alırıq bəhanəsi ilə bir neçə raket atsa, Xürrəmşəhər, Fatih filan da raketlərini atsa, odlar yurdu oddanar. Hər halda biz istənilən təxribata cavab verə bilərik. Sadəcə Trumpla Mollanın davası niyə bizim müharibəyə çevrilsin? İsraillə 12 günlük savaşda olduğu kimi Azərbaycan neytrallığını qoruyacaq.